Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı. Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabdan üzerine olsun. Uca Allah Teala bizleri elm öyrənməyi müvəffəq eyləsin. Allah Teala bizleri salavat zikrində müvəffəq eyləsin. Allah Teala kimin ne isteği arzusu varsa isteğin arzusuna çattırsın bu cümə gecəsində. Amin. Biz çok güzel mevzuları toxumuşduq. Quran-ı Kerimdə olan müjdələr, müttəqilər üçün müjdələr, əl-əbrar, yaxşı insanlar üçün müjdələr, çok geniş toxunduq. Rəhmanın qulları üçün deyir, Rəhmanın qullarını müjdələ. Rəhmanın elə qulları vardır ki, itaətlərdə göstərdikləri səbrə görə cənnətlə müjdələnmişlər. Onların xüsusiyyətləri hansılardır? Allah Teala xüsusilə Rəhmanın qulları adlandırır. Yəni adına əlavə edir, Rəhmanın qulları. Deməli, Allah onları rəhmətinə bürüyüb. La ilahe illallah. Yəni, Allah Teala buyurur Quran-ı Kərimdə, Rəhmanın qulları o kəslərdir ki, baxın, dinləyin. Rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazükarlıqla gəzərlər. Yəni, təkəbbürlü göstərməzlər. Allah'a qarşı təvazükar, insanlara qarşı təvazükar. Cahilər onlara söz atdıqda isə salam olsun deyərlər. Cahil sənə söz atır, yolda gedirsən söz atır. Deyən salam olsun deyərlər. Onlar gecələrini Rəbbiləri üçün səcdə və qiyam halını keçirərlər. Üçüncü sifətləri nədir? Gecə namazına qalxarlar. Subhanallah. Gecə namazı, yəni təheccüd namazı vacib deyil, amma nədir? Üstünlük Allah dərgahında. Həm cənnəti qazanmaq, həm duaların qəbulu, həm ruzunun genişliyi. Və onlar belə deyərlər, ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaq eylə. Həqiqətən onun əzabı daimidir. O necə pis bir məskən və necə pis bir yerdir. Subhanallah. Onlar, sonra gəlir sifətləri yenə, onlar xərcləlikdə orta bir yol tutarlar. Yəni Allahın da xərcləyəndə. Bunun arasında, yəni nə xəsli edərlər, baxın, nə də israf etməzlər yəni. Bunun arasında orta bir yol tutarlar. Baxın. Onlar Allah yanaşı başqa bir məbuda dua etməzlər. Allahdan başqa heç kimsəyə dua etməzlər. Salih insan olsun, qəbir olsun, ağac olsun, daş olsun, imam olsun, dünyadan köçən salih insan olsun, Allah ona razı olsun. Amma dua Allahın haqqıdır. Baxın. Allah'ın haram etdiği canı haqsız yere öldürməzlər. Və zina etməzlər. Subhanallah. Kim bunlar edərsə cəzasını görər. Qiyamət gününün əzabı qat-qat artırılar. Və orada alçaldılmış halda əbədi qalar. Subhanallah. Ancaq, baxın, tövbə edib, iman gətirən və salih əməl işləyənlər istisnadır. Tövbə qapısı hər zaman nədə açıqdır. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Yetər ki, tövbə ed. Allah bağışlayandır, rəhimlidir. Kim tövbə edib salih əməl işləyərsə, həqiqətən o Allaha layiqincə tövbə etmiş olar. Tövbə etdin, yaxşı əməllər et. Onlar yalan şahidlik etməzlər. Yalandan şahid durmazlar. Baxın. Boş və faydasız sözlərə rastlaşdıqda isə ləyaqətlə oradan keçib gedərlər. Yəni, boş-boş insanlar oturmazlar. Səhərə qədər o damirə vuranlar deyək, misal üçün. Və ya mənasız qeybət söhbətləri. Rəbbinin ayələri onlara xatırladıqda onlara qarşı kar və kör kimi davranmazlar. Yəni, Allahın ayələ oxanı kar kimi deyil. Dinləyər, təsirlənər. La iləhlə. Onlar belə dua edərlər. Allah da öncə vəsf edir. Ey Rəbbimiz, bizə zövcələrimizi və övladlarımızı gözümüzün nuru eylə və bizi təqvallara örnək eylə. Subhanallah. Onlar səbir etdiklərinə görə cənnətin ən uca məqamı ilə mükafatlandırılacaqlar. Orada mələklər onları salam və ehtiramla qarşılayacaqlar. Onlar orada əbədi qalacaqlar. Ora necə də gözəl bir məskən və necə də gözəl bir yerdir. Furqan surəsi 65-76-cı ayə. Subhanallah. La ilahe illallah. Allah Teala bizləri bu Rəhmanın qullarından eyləsin. Bu ayələrdə Rəhmanın salih qullarının 11 xüsusiyyəti sadalanmışdır.
Bu sifətlərə vəsf olunanlar cənnətin ən uca məqamlarına yüksələcəklər. Allahın rəhməti və itaətlərdə göstərdikləri səbir sayəsində cənnətdə mələklərin salamı və ehtiramı ilə qarşılanacaqlar. Orada xoş və təhlükəsiz bir həyat yaşayacaqlar. Əbədi olaraq orada qalacaqlar, ölməyəcəklər. Orada necə gözəl bir məskən, necə gözəl yaşayış yeridir. Orada əbədi məskunlaşacaq, heç vaxt oranı tərk etməyəcəklər. La ilahe illallah. Bunlar kimlərdir? Rəhmanın qulları. 11 dənə vəsf gəldi. Subhanallah, la ilahe illallah. Sonra nə gəlir? Ey iman gətirib salih əməllər. Yəni, iman gətirib salih əməl edənlər, onlar üçün müjdə vardır. Subhanallah. İman gətirib salih əməllər edənlər, baxın. Quran-ı Kərimdə təxminən 50 yerdə salih əməl imanla birlikdə zikr edilir. Mən iman gətirdim, sonra yaxşı əməl etməlisən, imanın kamil olsun. Ardınca isə uca Allah onlara birbaşa cənnət, böyük bir mükafat, bağışlanma və ya pis əməllərin silinməsi ilə müjdələmişdir. Bəs salih əməlin imanla birlikdə zikr edilməsinin hikməti nədir? Quran-ı Kərimdə 50 yerdə iman gəlir salih əməl. Salih əməl iman. Subhanallah. Çünki salih əməl imanın əməli tətbiqi, onunla həyatda təzahürü və bəhrəsidir. O cənnəti və Allah yanında böyük mükafata aparan dəlildir. Yəni onlar etiqadda ixlasla, əməldə ixlası bir araya gətirmişlər. Uca Allah heç bir şey şərik qoşmazlar və həmçinin salih əməllər edərlər. Həmçinin əməldə ixlas, yəni əməlləri Allah üçün edərlər. Əməl salih olmaq üçün hər hansısa bir əməl. İki şərti var. Birinci, Allah Rəsulun buyruğuna uyğun olmalıdır. İkinci, Allah üçün olmalıdır. Əgər insanlara göstərir üçündürsə, qəbul olunmur. Baxın. Əgər kim əməlini ixlasla Allah üçün edərsə, Allah onu 100 və ya 700 qata qədər artırılmasını vəd edir. Allah istədikə üçün daha da artırar. Bəzən bir əməl zahirdə adi dünyavi iş kimi görünə bilər. Lakin niyyətin düzgün və ixlas olmayan səbəbi ilə Allah onu ucaldar və qəbul olunmuş ibadətə çevirər. Buna görə də belə insanlar Allah tərəfindən müjdəyə, cənnətə və böyük mükafata nail olmuşlar. La ilahe illallah. Ona görə kimin iki qanadı varsa, nə demək iki qanadı varsa? Güclü iman və salih əməl. Yəni quşun iki qanadı olmasa uça bilər? Yox. İki qanad deyir. Yəni güclü iman, şək şübhəsi və salih əməl. O kamilliyə çatmışdır. Çünki iman yalnız əməl ilə tamamlanır. Salih əməl isə onun təzahürüdür. Quran-ı Kərim ayələrini düşünmək və onların təfsirini öyrənək, Allaha iman gətirib salih əməl edən hər kəs üçün hazırladığı müjdələr ilə yaşayaq, tanış olaq. Allah təala bizləri bu məqama nail eləsin. Baxın, nə deyir Allah Quran-ı Kərimdə? İman gətirib salih əməl edənləri müjdələ ki, onlar üçün altından çaylar axan cənnətlər vardır. Onlara orada hər dəfə bir meyvədən ruzi verildikdə, bu əvvəllər bizə verilən ruzidir deyirlər. Halbuki onlara ona bənzəri ruzi verilmişdir. Orada onlar üçün pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar. Bəqərə surəsi 25-ci ayə. Subhanallah. Yəni alta nə deyir? Ey Rəsulum, iman gətirib salih əməl edən möminləri müjdələ, sevindir. Onlar üçün axirətdə heyrətamiz bağlar vardır. Uca sarayların və kölgə salan ağacların altında çaylar axar. Onlar hər dəfə ləzzətli bir meyvə verildikdə, bu bizə əvvəllər də verilmiş meyvə növüdür deyərlər. Yəni, bənzəri oxşuyur ad. Lakin onu daddıqda əvvəlkinə bənzəsə də tamamilə yeni bir dad və ləzzət taparlar. Subhanallah. Onlar üçün cənnətdə hər cür zahiri və batini natəmizlikdən pak olan zövcələr vardır. Zahiri natəmizlik dedikdə, yəni nəcis yox, hez kimi hallar yox. La ilahe illallah. Batinin natəmizlik dedikdə isə yalan, pis əxlaq, bənzər qüsurlar nəzərdə tutulur. Onlar cənnət əbədi qalacaqlar. Orada nə öləcəklər, nə də oradan çıxarılacaqlar. Allah təala buyurur, iman gətirib salih əməl edənlər isə cənnət əhlidirlər və onlar orada əbədi qalacaqlar. Əl-Bəqərə 82.
Yəni Allahın dəyişməz hökmü budur ki, Allaha və onun rəsuluna səmimi qəlbdən iman gətirib, Allahın rəsuluna vəhy etdiyi buyruğuna uyğun salih əməl işləyənlər axirətdə cənnətdə əbədi qalacaqlar. Subhanallah. Baxın, Allah bu həqiqətən iman gətirib salih əməl edən, namaz qılan, zəkat verənlərin mükafatı Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar qəm-qüssə də çəkməyəcəklər. Bəqərə surəsi 277-ci ayə. Subhanallah. Yenə nə gəldi? İman salih əməl. Yəni Allaha və onun rəsuluna iman gətirib salih əməl işləyən, namaz qılan, zəkatını verən, yəni əgər zəkata malı varsa, üçün Rəbbi yanında böyük mükafat vardır. Onlar axirətdə heç bir qorxu hiss etməyəcəklər. Dünyada əldən verdikləri nemətlərə görə də kədərlənməyəcəklər. Subhanallah. Cənnəti qazanan insan daha nə istəsin ki? Baxın, nə buyurur Altay yenə də? İman gətirib salih əməl edənlərə gəldikdə isə Allah onların mükafatını tam şəkildə verəcəkdir. Allah zalimləri sevməz. Əl-İmran 57. Yəni, möminlərə gəldikdə Allah onların salih əməllərin mükafatını tam və nöqsansız şəkildə verəcəkdir. Allah amma zülm edənləri sevməz. Zalimləri sevməyən Allah öz bəndlərinə necə zülm edə bilər ki? Baxın, sonra buyurur. İman gətirib salih əməl edənləri isə altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlar orada əbədi qalacaqlar. Orada onlar üçün pak zövcələr vardır. Biz onları sıx kölgəli bir kölgəyə daxil edəcəyik. Nisa surəsi 57-ci ayə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, cənnətdə ağac vardır, onun kölgəsi deyil, 700 illik məsafədir. Subhanallah. Yəni 700 il qət edilsə, onun məsafəsi, kölgəsi bitməz. Yəni bunlar Allaha iman gətirən, Peyğəmbər Məhəmməd sallallahu aleyhi ve sellem risalətini təsdiq edən və itaət edən və itaətdə sabit qalan kimsələrdir. Dosdoğrudurlar namazların ibadətlərində. Allah onları altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi qalacaq. Heç vaxt oradan çıxmayacaqlar. Orada onlar üçün Allahın hər cür nöqsan və natəmizlikdən pak etdiyi həyat yoldaşları vardır. Allah onları uzanıb dincəlmək üçün gözəl və daimi kölgələrə daxil edəcək. La ilahe illallah. Mütləq bir sapıq gəlməlidir. La ilahe illallah. Mən vətənimi sevirəm, bayrağımı sevirəm. Səni niyə yandırır? La ilahe illallah. Əcəb edirəm, dua edirəm. Yan elə qal. Yəni iman gətirib salih əməl edənləri isə altından çaylar axan cənnətə daxil olacaqlar. Onlar orada əbədi qalacaqlar. Bu Allahın həqiqi vədidir. Sözü Allahdan daha doğru olan kimdir? Subhanallah. Allah vəd verir. Nisa surəsi 122-ci ayə. Subhanallah. Yəni bu Allahın qəti və heç vaxt şübhə olmayan vədidir. Mömin yəqinliklə inanır buna. Allahdan daha doğru danışan heç kim yoxdur. Bu sual təsdiq mənası daşıyır. Yəni Allahdan daha doğru danışan yoxdur. Bu ayə yalancı şeytanın vədlərinə qarşı Allahın doğru və həqiqi vədini təsdiq etmək üçündür. Subhanallah. Allah təala yenə buyurur, iman gətirib salih əməl edənlərə gəldikdə isə Allah onların mükafatını tam verəcək və öz lütfündən onlara daha da artıracaqdır. Təkəbbür göstərib ibadətdən üz çevirənlər isə ağrılı bir əzab veriləcəkdir onlara. Onlar Allahdan başqa özlərinə nə bir dost, nə də bir köməkçi tapacaqlar. Nisa surəsi 173-cü ayə. Axirətdə Allahdan başqa heç kimsə sənə yardım edə bilməz. Yəni Allaha qəlbi, sözü və əməli ilə iman gətirən, onun buyruqları üzərində sabit qalan kimsələrə Allah əməllərinin mükafatını tam verəcək və öz lütfündən onlara daha da artıq bəxş edəcək. Allaha ibadətdən üz döndərən və ona boyun əyməyi təkəbbürlərinə sığışdırmayanlara isə ağrılı bir əzab veriləcək. Yəni təkəbbürlükdən Allaha boyun əymir. Onlar Allahdan başqa özlərini onun əzabından qoruyacaq nə bir dost, nə də bir köməkçi tapacaqlar. Bitdi. Heç kimsə sənə yardım edə bilməz. Allah iman gətirib salih əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. Maidə 9. Baxın, nə gəlir? Yenə də iman salih əməl. Yəni Allah
itaatkar möminlərə axirətdə günahların bağışlanacağı və böyük bir mükafat cənnəti vəd etmişdir. Subhanallah. Baxın, yenə buyurur Allah Teala. İman gətirib salih əməl edənlərə təqvalı olduqları, iman gətirib salih əməl etdikləri, sonra yenə təqvalı olub iman gətirdikləri, daha sonra təqvalı olub yaxşılıq etdikləri təqdirdə. Baxın, yəni təqva. Allah yaxşılıq edənləri sevir. Maidə 93. Yəni, əvvəlki günahları bağışlayar Allah Teala. Əvvəl etdikləri şeylərə görə heç bir günah yoxdur, deyir. Bu ayə İbn Abbas buyurur ki, içkinin haram edilməsi nazil olduqda, birinci içki dedi, yaxınlaşmayın. Sonra gəldi namaza yaxınlaş, sonra nə oldu? Qətir olaraq haram gəldi. Ona görə soruşdular ki, ey Allah Rasul, bəs bizdən əvvəl insanlar var idi, onlar içki içirdilər. Çünki tam haram gəlməmişdi. Deyirdi ki, namaza yaxınlaşmayın içkili halda. Onlara hal nə olacaq? Bu ayə nazil oldu, bildirilir ki, günah yalnız haram hökmü gəldikdən sonra işlədənlərə aiddir. Haram edilməmişdən əvvəl vəfat edənlərin isə günahkar sayılmırlar, subhanallah. Yəni, sən də tövbə eləmisənsə, əvvəlki günahların bağışlanıb, bilməmsən, nəfsinə uymusan, etmisən. Ayənin mənası budur ki, iman gətirib salih əməl edən, haramlardan çəkinən, iman və təqva üzərində sabit qalan insanlar üçün haram edilməzdən əvvəl yeyib işləyənə görə heç bir günah yoxdur. Yəni, bir insan tövbə edib, keçmişim nə olacaq? Tövbə etmişsənsə, Allah hamısını bağışlayır. Və sonra buyurur, iman gətirib salih əməl edənlərə gəldikdə isə, biz heç kəsi gücü çatmadığı bir işlə mükəlləf etmərik. Onlar cənnət əhlidirlər və orada əbədi qalacaqlar. Əraf 42. Nə deməkdir bu ayənin mənası? Yəni, Allaha iman gətirib, imkanları daxilində salih əməl işləyənlərdən Allah yalnız bacardıqlarını tələb edir. Yəni, xəstəsən, oruç tutmursan, pulun yoxdur, zəkat vermirsən, ayaq üstə qıla bilmirsən, oturaya da qılırsan. Onlar cənnət əhlidirlər, orada əbədi qalacaqlar. Bu ayədə həmçinin nəyə işarə vardır? Yəni, kafirlərə işarə vardır ki, cənnətə aparan əməllər Allahın asanlaşdırdığı və insanların gücü çatan əməllərdir. Amma siz nə elədiniz buna? Etmədiniz, iman gətirmədiniz. Və sonra buyurur, hamınızın dönüşü Allahadır. Bu Allahın haqq vədidir. Hara gedəcəksən? Axirət dünyası, qəbir dünyası. Sonra diriləcəksən. O məxluqat ilk dəfə yaradır, sonra isə onları yenidən dirildir ki, iman gətirib salih əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlər isə küfr etdiklərinə görə qaynar sudan bir içki və ağrılı bir əzab vardır. Yunus surəsi 4-cü ayə. La ilahe illallah. Yəni, hamımız qiyamət günü Allaha qaytarılacaq. Bu Allahın heç bir şübhə olmayan haqq vədidir. İnanmırsan, öləndə görəcəksən. O məxluqat ilk dəfə yaratdığı kimi öldükdən sonra da yenidən diriləcəkdir ki, Allah və Rasuluna iman gətirib salih əməllər işləyənləri ədalətlə mükafatlandırsın. Küfr edənlər isə Allahın birliyini və Rəsulunun risalətini inkar etdilərinə görə qaynar su və ağrılı əzab veriləcəkdir. Həmçinin buyurur, həqiqətən iman gətirib salih əməl edənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəyin cənnətlərində olanların altından, nəyin cənnətlərində onların altından çaylar axacaqdır. Yunus surəsi 9-cu ayə. Müjdələrə baxın. Mömin necə gecə yatsın? Allahı və onun Rəsuluna iman gətirib salih əməllər işləyənləri Allah imanlarının bərəkəti ilə cənnətə aparan yola yönəldər. İman əhlidir. Onlar razılığına nail edər. Nəyin cənnətlərini daxil edər. Orada sarayların və məskənlərin altından çaylar axacaq. Onlar əbədi nemət və saadət içində yaşayacaqlar. Baxın, yenə də gəldi, ayəyə baxın. Həqiqətən iman gətirib salih əməl edən, hamısında nə deyir? İman gətirib salih əməl edən. Rəbbinə itaətlə yönələnlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Hud surəsi 23-cü ayə. Yəni, onlar imanı və salih əməlləri Allah qarşısında itaətkar, təvazükarlıq və ibadətə bağlıla birləşdirdilər. Buna görə də cənnət əbədi qalacaq, nə öləcək, nə də oradan çıxarılacaqlar.
Yenə də iman gətirib salih əməl edənlər üçün xoş həyat və gözəl dönüş yeri vardır. Rə'd surəsi 29-cu ayə. Yəni möminlər və salih əməl sahibləri üçün sevinç, göz aydınlığı, xoşbəxtlik və saadət vardır. Ona görə İbn Abbas nə deyir? Tubə sözü gəlir ayədə. Tubə onlar üçün sevinç, göz aydınlığı və xoşbəxtlik deməkdir. Baxın, yenə də İbrahim surəsi 23-cü ayə. İman gətirib salih əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi qalacaqlar. Rəblərinin izni ilə onların salamlaşması salam olacaq bir-birlərinə. Yəni Allah onları altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi qalacaq və mələklər onları hörmət və ehtiramla salam deyə qarşılayacaqlar. Hər dəfə görəndə salam olsun deyəcəklər sizə. Biz bu dünyada mələkləri görmürük, amma cənnətdə görəcəyik, qəbirdə görəcəyik. Ölüm anında görəcəyik, subhanallah. Çünki mələklər yaradış etibarilə insan onu görsə, bəlkə də üzəyi dayanmaz, ölər bəlkə də. Allah onları nurdan yaradır. Yəni Allah onları altından çaylar cənnətə daxil edəcək. Sonra buyurur, həqiqətən iman gətirib salih əməl edənlərə gəldikdə isə, biz yaxşı əməl edənlərin mükafatını əsla zayi etməliyik. Onlar üçün altından çaylar axan ədin cənnətləri vardır. Orada qızıldan bilərziklərlə bəzədiləcək. Nazik və qalın yaşıl ipəkdən paltarlar geyinəcək. Taxlar üzərində söykənəcəklər. Bu nə gözəl mükafat, nə gözəl məskəndir. Kəhf surəsi 30-31-ci ayə. Yəni Allaha və onun rəsuluna iman gətirib salih əməllər edənlərin mükafatını Allah əsla zayi etməz. Onlar üçün əbədi qalacaqları ədin cənnətləri hazırlanmışdır. Cənnətin bir adı, yüksək məqam, ədin cənnəti. Sarayların altından çaylar axacaq. Qızıl bilərziklərə bəzədiləcək. Yaşıl ipək libaslar geyinəcək və taxtlar üzərində rahatlıq içində əyləşəcəklər. Bu nə gözəl mükafat, nə gözəl məskəndir. Bax, yenə bir ayə. Həqiqətən iman gətirib salih əməl edənlər üçün Rəhman könüllərdə sevgi yaradacaqdır. Məryəm 96. Yəni, nə deməkdir ayənin mənası? Yəni, Allah salih möminlərin qəlblərində sevilməsini təmin edəcək. Allah onları sevəcək, insanlar onları sevindirəcək. Onlar öz salih bəndlərinə və insanlara sevdirəcək. Allah onları sevər və insanların da qəlbində onlara məhəbbət yaradar, deyir. La ilahe illallah. İman salih əməl, iman salih əməl. Görürsünüz, ayrılmır. Yenə buyurur, şübhəsiz ki, Allah iman gətirib salih əməllər edənləri altından çaylar axan cənnətə daxil edəcəkdir. Həqiqətən Allah istədiyini edər. Həcc surəsi 14-cü ayə. Yəni, Allah səmimi möminləri və salih əməl sahiblərinin saraylarının altından çaylar axan cənnətlərə daxil edəcək. Orada süd, bal, şərab və digər nemət çayları axacaq. Onlar cənnətin sonsuz nemətlərindən bəhrələnəcəklər. Allah istədiyi hikmət və ədaləti ilə belə edər. Möminləri öz lütfü ilə cənnətə daxil edər, kafirləri isə ədaləti ilə cəzalandırar. Həmçinin yenə buyurur, baxın. Şübhəsiz ki, Allah iman gətirib salih əməl edənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıldan bilərziklər və mirvarilərlə bəzədiləcək. Geyimləri isə ipəkdən olacaqdır. Onlar gözəl sözə yönəldilmiş və həm də layiq olanın yoluna hidayət edilmişdir. Subhanallah. Həcc surəsi 23-24-cü ayə. Yəni, Allaha iman gətirib salih əməl edənləri altından çaylar axan cənnətlər daxil edəcək Allah Teala. Onlar orada qızıl bilərziklər və mirvarilərlə bəzədiləcək və ipək paltarlar geyinəcək. Dünyadaykən Allah onları gözəl sözə, yəni haqq kəlməsinə, yəni la ilahe kəlməsinə yönətmişdir. Subhanallah. Onlar yəni həmdə layiq olan Allah yolunda hidayət etmişdir. Bunun mükafatı olaraq da onlara cənnət nəsib etmişdir. Əgər sən doğru yoldasansa, Allahı tanıyırsansa, sevin. Bu Allahın ən böyük mükafatıdır. Yəni bu mükafat pulla alınmaz. Allah gələ sevdiyi qullarına versin. Və sonra nə deyir? İman gətirib salih əməl edənlər üçün bağışlanma və dəyərli bir ruzu vardır. Həcc surəsi 50-ci ayə. Subhanallah. Yəni Allah səmimi iman gətirib salih əməllər işləyən möminlər üçün Rəbbin yanında günahların bağışlanması və cənnətdə dəyərli bir ruzu vardır. Cənnətdə dəyərli ruz nə deməkdir? Yəni cənnət nemətləri. Subhanallah. Baxın, nə deyir altı həmçinin? Bu ona görədir ki, hökmranlıq həmin gün yalnız Allaha məxsusdur.
O onların arasında hökm verəcəkdir. İman gətirib salih əməllər edənlər nəim cənnətlərində olacaqlar. İndi gəldi nəim cənnətinə. Kafir olub ayələrimizi yalan sayanlara isə alçaldıcı bir əzab vardır. Həcc surəsi 56-57-ci ayə. Yəni qiyamət günü mülk və hökmranlıq yalnız Allaha məxsus olacaqdır. Bəzən iddia kim deyil. Bu bəzi sufi təriqətdə nə var? Övliyə məni qutaracaq, övliyə məni filan şey edəcək. Allahın da hökm o günü. Nə övliyə, nə imam, nə kim, nə peyğəmbər. Hətta peyğəmbərlər belə qorxacaqlar. La ilahe illallah. Sırat körpüsündən kendine necə elə? Allahım salamat elə, salamat elə. La ilahe. Yoxsa məni filan təriqət şeyxi qutaracaq. Hər kəs öz hayında olacaq qiyamət. O möminlərə kafirlər arasında ədalətlə hökm verəcəkdir. Allaha və onun rəsuluna iman gətirib salih əməl işləyənlər əbədi nemətlərlə dolu nəim cənnətlərində olacaqlar. Allahın birliyini inkar edən və onun ayələrini yalan sayanlara isə alçaldıcı və rüsvay edici bir əzab hazırlanmışdır. Yenə altıla buyurur. Baxın, yalnız iman gətirib salih əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra özlərini müdafiə edənlər istisnadır. Zülm edənlər isə tezliklə necə bir dönüş yerinə dönəcəklərini biləcəklər. La ilahe illallah. Şuara 227. Yəni, Allah iman gətirib salih əməllər edənlər, Allahı çox zikr edən, burada surə nədən gedir? Şairlərdən. Şairlər var ki, Allah həmd edirlər. O zaman Məkkə müşrikləri vaxtında şairlər var ki, Allahın dininə dil uzatırdılar. Yəni Allah şairlərdən iman gətirib, salih əməllər edən, Allahı çox zikr edən və şeirlərində Allahın tövhidini, onun həmdini və zikrini tərənnüm edənlər istisna etmişdir. Onlar Peyğəmbəri müdafiə edir, hikmət və gözəl nəsihətlə danışır, İslam'a dəstək verir və Peyğəmbəri təhqir edən kafir şairlərə cavab verirdilər. Özlərinə şirk və günahlarla zülm edən, insanların haqlarını tapdalayan və onlara haqsız edənlər isə tezliklə hansı acı aqibətə qayıdacaqlarını biləcəklər. Bu çox pis bir dönüş yeridir. Allahdan salamatlığı və afiyyət diləyirik. Və sonra yenə buyurur. İman gətirib salih əməllər edənlərin pis əməllərini mütləq siləcək və onları etdikləri ən gözəl əməllərinə görə mükafatlandıracağı. Ənkabud 7. Yəni Allaha baxın. La ilahe illallah. Allaha və onun rəsuluna iman gətirib, salih əməl edənlərin əvvəlki günahlarını deyib, Allah bağışlayacaq. Və imanları ilə etdikləri salih əməllərə görə də onlara ən gözəl mükafatla mükafatlandıracaq. Yenə buyurur, iman gətirib salih əməl edənlər isə salihlər arasına daxil edəcəyik. Ənkabut surəsi 9-cu ayə. Yəni onları cənnətdə salih qulların sırasına daxil edəcəyik. Baxın, yenə. İman gətirib salih əməllər edənlər isə altından çaylar axan cənnətin yüksək otaqlarında yerləşdirəcəyik. Onlar orada əbədi qalacaqlar. Əməl edənlərin mükafatı necə də gözəldir. Ənkabut surəsi 58-ci ayə. Yəni onlar etiqadda ixlası və əməldə ixlası bir araya gətirdilər. Heç zaman Allah'a şərik qoşmadılar. Buna görə də Allah onları cənnətin uca məkanlarında yerləşdirəcək. Altından çaylar axacaq, orada əbədi qalacaq və heç vaxt oradan çıxarılmayacaqlar. Allah təala buyurur, qiyamət qopacağı gün insanlar bir-birindən ayrılacaqlar. İman gətirib salih əməllər edənlər isə nemət dolu bağlarda sevinç və fərəh içində olacaqlar. Rum surəsi 14-15. Qiyamət günü dəhşət olacaq. Bütün hər kəs toplanıb bir yerə, məhşər, cəhənnəm orada uğulduyur. O gün deyəcək, vay halımıza. Amma möminlər deyir, nemət dolu bağlarda sevinç və fərəh içində olacaqlar. La ilahe illallah. Yəni qiyamət günü insanlar iki dəstəyə bölünəcəklər. Bir dəstə cənnətdə, bir dəstə isə cəhənnəmdə olacaq. İmanla salih əməli birləşdirən möminlər cənnət bağlarında sevinç və nemət içində yaşayacaqlar. Yəni sevinç içində olacaqlar. İfadəsi onların şadlanacağı, sevincin üzərlərindən görünəcəyi bildirilir. Buna görədir ki, Allah iman gətirib salih əməl edənləri öz lütfündən mükafatlandırsın. Həqiqətən o kafirləri sevməz. Rum surəsi 45-ci ayə. Yəni Allah mömin qullarını öz lütfü ilə mükafatlandıracaq. Bu Allahın təqvalı qullarına verdiyi vəddir. Allah kafirləri sevməz, əksinə onlara deyir, qəzəb edər. Və sonra buyurur,
Həqiqətən iman gətirib salih əməllər edənlər üçün nəyim cənnətləri vardır. Loğman surəsi 8-ci ayə. Yəni iman üzərində sabit qalan və Allahın buyruğuna uyğun şəkildə salih əməllər işləyənlər üçün əbədi nəyim cənnətlər hazırlanmışdır. Onlar orada müxtəlif növ yeməklər, içkilər, geyimlər, həyat yoldaşları və Allah onlar üçün hazırladığı saysız hesabsız nemətlərdən bəhrələnəcəklər. Və ortada sonra buyurur, baxın. Bu ayə çox gözəldir. Subhanallah. Məyər mömin olan kəs fasıq olan kimidirmi? Onlar əsla bərabər olmazlar. İman gətirib salih əməl edənlər üçün etdikləri əməllərinə görə qonaqlıq olaraq məva cənnətləri vardır. Cənnətin də bir yüksək məva. Səcdə surəsi 18-19. Yəni mömin və təqvalı insan heç vaxt Allahın itaətindən çıxmış fasıq insanlara bərabər ola bilməz axirətdə. Necə ki, dünyada bərabər deyirlər, axirətdə də mükafat və cəza baxımından bərabər olmayacaqlar. İmanla salih əməli birləşdirən möminlər üçün uca otaqları və gözəl məskənləri olan məva cənnətlər hazırlanmışdır. Onlar orada əbədi nemətlər içində yaşayacaqlar. Cənnət onların əsl yurdudur. Dünya isə müvəqqəti bir dayanacaqdır. Qonaqlıq olaraq ifadəsi onların salih əməllərinə görə Allah tərəfindən hazırlanmış dəyərli bir ikram və qəbul mənasındadır. Subhanallah. Ona görə çalışmaq lazımdır. Dua, zikir. Baxın, nə deyir? Göylərdə və yerdə zərrə qədər ondan kiçik və ya böyük heç bir şey Rəbbindən gizli qalmaz. Hamısı açıq-aşkar bir kitabda yazılmışdır. Bu ona görədir ki, Allaha iman gətirib salih əməllər edənləri mükafatlandırsın. Onlar üçün bağışlanma və dəyərli bir ruzu vardır. Səba surəsi 3-4-cü ayə. Yəni Allah bütün bunları lövh-ü məhfuzda yazmışdır ki, iman gətirib salih əməllər edən möminləri ən gözəl şəkildə mükafatlandırsın. Onlar üçün günahların bağışlanması və cənnətdə dəyərli bir ruzu vardır. Və sonra buyurur. Kafir olanlar üçün şiddətli əzab vardır. İman gətirib salih əməl edənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır. Fatir surəsi 7-ci ayə. Yəni Allah və onun rəsulunu inkar edənlər üçün şiddətli və davamlı əzab vardır. İman gətirib salih əməl edənlər isə günahların bağışlanmasına və böyük mükafata, yəni cənnətə nail olacaqlar. La ilahe illallah. Ona görə də nədir? Mömin daim Allaha dua edər, Allaha yalvarır. Subhanallah. Baxın, sonra buyurur. Yoxsa biz iman gətirib salih əməllər edənləri yer üzündə fitnə fəsad törədənlər kimi eyni edəcəyik, yoxsa təqvalıları günahkarlarla eyni tutacağıq? Sad surəsi 28-ci ayə. Yəni uca Allah bu yanlış düşüncəni rədd edir. Bəziləri deyir, məsələn, günah zülm içində deyir, bu dünyada yaxşıyamsa axirətdə yaxşı olacam. Axirət onunla ölçülmür, axirət salih əməllərini ölçülür. Yəni uca Allah bu yanlış düşüncəni rədd edir. Mömin və salih əməl sahibi insanla yer üzündə fəsad törədən kəs heç vaxt bərabər ola bilməz. Eləcə də təqvalılarla günahkarlar Allahın hökm və ədaləti qarşısında eyni deyirlər. Allah kamil hikməti və ədaləti bunu əsla qəbul etməz. Yəni yaxşı insanlar pis insan eyni deyildir. Mükafat verilənlə cəzalandıran da bərabər ola bilməz. Sağlam ağıl bunu təsdiq edir. Çünki görür ki, bəzən zalimin malı, nemətləri artır. Sonra cəzasını çəkmədən ölür. Eyni zamanda məzlum, itaatkar insan da mükafatını almadan vəfat edir. Buna görə hikmət sahibi hər şeyi bilən Allahın ədalet tələb edir ki, bunun üçün başqa bir yurd var. Hara? Axirət. Haqqını alacaqsan oradan. Əgər bu dünyada tam ədalət gerçəkləşmirsə, deməli bunun mükafatı və cəzası axirətdə veriləcək deyil. Bu da axirət yurdudur. Məyər körlə görən, yaxud iman gətirib salih əməllər edənlə pis iş görən eyni ola bilərmi? Nə qədər də az düşünürsünüz. Qafir surəsi 58-ci ayə. Yəni möminlə kafir, yaxşı ilə pis, salih insanla günahkar əsla bərabər deyildir. Təəssüf ki, insanların çoxu bunu düşünüb ibrət almıyor. Və sonra buyurur. Həqiqətən iman gətirib salih əməllər edənlər üçün tükənməz bir mükafat vardır. Fussilə surəsi 8-ci ayə.
Yəni Allaha və onun rəsuluna iman gətirib, salih əməllər işləyənlər üçün Rəbbi yanında heç vaxt kəsilməyən və sona çatmayan bir mükafat vardır. Bu, cənnətdə davamlı və əbədi nemətlərdir. Və sonra altıra buyurur yenə. Sən zalimları qazandıqları əməllərə görə qorx içində görəcəksən. Qiyamət günü dəhşət olacaq. Onların qorxduqları əzab mütləq başlarına gələcəkdir. İman gətirib salih əməllər edənlər isə cənnət bağlarında olacaqlar. Onlar üçün Rəblərinin yanında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür. Şuara surəsi 22-ci ayə. Yəni, ey Rəsul, qiyamət günü zalimləri və kafirləri dünyada qazandılar pis əməllərə görə Allahın əzabından qorxduqları halda görəcəksən. Qorxduqları əzab mütləq onların başına gələcəkdir. İman gətirib salih əməllər edənlər isə cənnətin gözəl bağlarında olacaqlar. Onlar üçün Rəblərinin yanında ürəklərin arzuladığı hər bir nemət vardır. Məhz bu, Allahın mömin qullarına bəxş etdiyi ən böyük lütfdür. Baxın, bu Allahın iman gətirib salih əməllə edən bəndlərin verdiyi müjdədir. Mən bunun müqabilində sizdən qohumluq məhəbbətindən başqa heç bir şey mükafat istəmirəm. Kim yaxşılıq edərsə, onun savabını artırarıq. Həqiqətən Allah bağışlayandır, şükrün əvəzini verəndir. Şura surəsi 23-cü ayə. Yəni, bu Allahın salih mömin bəndlərinə verdiyi böyük müjdə və nemətdir. Bu müjdə onların sevincini artırır və onları cənnətdə daha da şövqləndirir. Subhanallah. La ilahe illallah. Yəni, kim salih əməl edərsə, Allah onun savabını artırar. Allah günahları bağışlayandır. Yaxşı əməl edənlərin mükafatını zayi etməz. O çoxlu günahı bağışlayar və az bir yaxşı əmələ böyük savab verər. Baxın, sonra nə deyir? Yenə də gəlir. Allaha iman gətirib salih əməllər edənlərin dualarını qəbul edər və öz lütfündən onlara daha da artıq bəxş edər. Kafirlər üçün isə şiddətli bir əzab vardır. Şura surəsi 26-cı ayə. Yəni, Allaha iman gətirib Rəbbinə itaət edən və salih əməllər işləyənlərin duasını qəbul edər. Onlara öz lütfündən əlavə nemətlər, daha böyük savab və mükafat bəxş edər. Kafirlərə isə qiyamət günü şiddətli və ağrılı bir əzab hazırlanmışdır. La ilahe illallah. Allah sonumuzu gözəl eyləsin. Baxın, sonra buyurur. Cəfiyə surəsi 20-ci ayə. Yoxsa pis iş görənlər elə güman edirlər ki, biz onları iman gətirib salih əməllər edənlərlə eyni tutacağıq. Həyatları da, ölümləri də eyni olacaq, onların verdiyi hökm necə də pisdir. Yəni, bu, inkar məqsədli bir sualdır. Məyər günah və küfr qazananlar elə zənn edirlər ki, Allah onları iman gətirib salih əməllər edən möminlərlə eyni edəcək? Onlar nə dünyada, nə də axirətdə bərabər ola bilməzlər. Mömin olaraq öləcək və mömin olaraq diriləcək, kafir isə kafir olaraq öləcək və kafir olaraq dirildələcəkdir. Nə pis hökm verirlər. Yəni, mömin ilə kafir eyni hesab etmələri nə qədər yanlış bir hökmdür. Və sonra buyurur, iman gətirib salih əməllər edənlərə gəldiksə, Rəbbi onları öz mərhəmətinə daxil edəcəkdir. Məhz açıq-aşkar qurtuluş budur. Cəfiyə surəsi 30-cu ayə. Yəni, təqvalı möminlər və salih əməl sahibləri Allahın mərhəməti ilə cənnətə daxil ediləcəklər. Cənnət Allahın rəhmətinin təcəlli etdiyi yerdir. Bu isə heç bir qurtuluşun çata bilməyəcəyi ən böyük və açıq-aşkar qurtuluşdur. Subhanallah. La ilahe illallah. Allah sonumuzu gözəl eyləsin. Bax, nədir? İman gətirib salih əməllər edənlər, Məhəmmədə nazil edilənə iman gətirənlər, yəni Quran-ı Kərim. Halbuki o Rəbbindən gələn haqdır. Allah onların günahlarını bağışlayacaq və hallarını islah edəcəkdir. Muhammed surəsi 2-ci ayə. Bunlar səmimi imanda salih əməli birləşdirən, Peyğəmbər Məhəmmədə nazil edilən vəhiy haqq olduğuna qəti şəkildə iman gətirən kimsələrdir. Allah onların günahlarını bağışlayacaq, pis əməllərin təsirini siləcək və onların dinlərini, dünyalarını və bütün işlərini islah edəcəkdir. La ilahe illallah. Şübhəsiz ki, Allah iman gətirib salih əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kafirlər isə dünya nemətlərindən faydalanar, yeyib içər. Onlar yer isə cəhənnəm ateşidir. Muhammed surəsi 12-ci ayə. La ilahe illallah. Yəni, Uca Allah bu ayədə möminlərlə kafirlərin axirətdə aqibətini açıqlayır.
Möminləri gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir insanın xəyalına gəlməyən nemətlərə dolu cənnətlərə daxil ediləcəkdir. Kafirlər isə dünyada yalnız şəhvətlərini və nəfslərini ardınca gedər. Heyvanlar kimi yeyib içər. Onların qayğısı yalnız qarınlarını doldurmaq və şəhvətlərini təmin etməkdir. La ilahe illallah. Ahirətdə isə onların məskəni cəhənnəm olacaqdır. Allah iman gətirmir ona görə. Yəni, məqsəd budur ki, onlar dünya malına müəqqəti olaraq faydalanır. Lakin, ölüm olacağını düşünmədiyi kimi, aqibətindən də qafildirlər. Halbuki, ahirətdə onların yurdu cəhənnəmdir. Subhanallah, la ilahe. Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar, kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rükû və səcdə edən, Allahdan lütf və razılıq istəyən görərsən. Üzlərində səcdənin izi olan nişanələri vardır. Bu onların Tövratdakı vəsfidir. Baxın, Allah Teala Tövratda Peyğəmbəri və onun sahabələrini yaratmamışdan əvvəl tərifləyib. Onu görə sahabələr dil uzatmayın. Sahabələrin səhv ola bilər, ola bilər. O da insandır, bəşərdir, tövbə edib. Allah oradan tövbə qapısını hər zaman açıq edib. Baxın, Allah Teala Fəth surəsində onları tərifləyir. Hələ Allah Rəsulunu və onun sahabələrini yaratmamışdan əvvəl Allah Tövratda onları müjdələyib. Baxın, dinləyin. Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rükû və səcdə edən, Allahdan lütf və razılıq istəyən görərsən. Üzlərində səcdənin izi olan nişanələri vardır. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlara vəsf elədir. Altı onları vəsf edib. Məhəmməd və onun sahabilərini. Həm Tövratda, həm İncildə. Tövratdakı vəsfi, İncildə isə onların vəsfi belədir. Sanki bir əkin kimidir ki, cücərsini çıxarmış, onu qüvvətləndirmiş, qalınlaşdırmış və gövdəsi üzərində dik durmuşdur. Bu əkincini sevindirər və kafirləri qəzəbləndirər. Allah onlardan iman gətirib salih əməl edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. Fəth surəsi 29-cu ayə. Yəni, Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olan möminlər Allahın seçdiyi salih insanlardır. Onlar kafirlərə qarşı möhkəm, öz aralarında isə mərhəmətli və mehrivandırlar. Allah onlara günahların bağışlanacağını və tükənməyən bir nemət, mükafat, cənnəti vəd etmişdir. Allahın vədi haqdır, o vədinə heç vaxt xilaf çıxmaz. Bu vəd, Peyğəmbərlərin, sahabilərin yolu ilə gedərək iman və salih əməllərdə onlara tabi olan hər bir mömini əhatə edir. Yəni, Allah sizə bir öyüd nazil etmişdir, Quran-ı Kərim. O zikir, Allahın aydın ayələri isə oxuyan bir Peyğəmbərdir ki, iman gətirib salih əməl edənləri zülmətlərdən nura çıxarsın. Kim Allah iman gətirib salih əməl işləyərsə, Allah onun altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Həqiqətən Allah onun ruhusunu necə də gözəl etmişdir. Təlaq surəsi 10-11-ci ayə. Yəni, deyir ki, ey möminlər, Allah sizə bir öyüd nazil etmişdir. Bu öyüd isə Allahın ayələrini oxuyan Peyğəmbərdir. O, haqqı batını ayıraraq iman gətirib salih əməllər edənləri küfrün və azğınlığın zülmətlərindən iman və hidayətə nuruna çıxarmaq üçün göndərmişdir. İndi bəzi sahvolar çıxır, Peyğəmbərimizin hədislərini inkar edirlər. Nə olacaq onların halı? Kim Allah iman gətirib, onun əmrlərinə uyğun salih əmələ işləyərsə, Allah onun altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Allah mömin üçün cənnəti necə də gözəl ruzi hazırlamışdır. La ilahe. Yalnız iman gətirib salih əməl edənlər isə tükənməz bir mükafat vardır. İnşiqaq surəsi 25-ci ayə. Yəni, bunlar Allah'a və onun rəsuluna iman gətirən, imanı salih əməllərə tamamlayan kimsələrdir. Onlar üçün ahirətdə nə əskilməyən, nə də sona çatmayan əbədi və davamlı bir mükafat vardır. Bu mükafat cənnət və onun sonsuz nemətləridir. Həqiqətən iman gətirib salih əməllər edənlər üçün altından çaylar axan cənnətlər vardır. Məhz bu, böyük qurtuluşdur. Buruc surəsi 11-ci ayə. Bunlar səmimi imanla salih əməli birləşdirən kimsələrdir. Onlar üçün altından çaylar axan gözəl bağlar və uca cənnətlər hazırlanmışdır. Bu, insanın arzulaya biləcəyi ən böyük qurtuluş, ən böyük saadət və sonsuz nədir? Uğurdur. La ilahe illallah. Ona görə də insan
daim nədir? Çalışmalıdır. Çalışmalıdır ki, cənnəti qazananlardan olsun. Cənnəti qazanmaq üçün insan gərək yaxşı əməl etsin, salih əməl etsin. Cənnət yəni boş-boş vədlərlə qazanmır. İnsan gərək yaxşı əməllər etsin. Subhanallah. Allah sonumuzu gözəl etsin. Bu salih əməllər mövzusu uzundur. Yəni bu müjdələnmə mövzusu uzundur. Rəhmanın qulları gələcək dərsimizdə onu davam edəcək. Ondan sonra daha gözəl mövzular gəlir, Peyğəmbərin müjdələri. Sonra gələcək inşallah cənnət və cəhənnəm barədə. Subhanallah. Allah sonumuzu əlbəttə gözəl eyləsin. Baxın, qısa olaraq bir şey toxunun. Nəyə görə dərsi burada saxlayıram? Bəsdir bu qədər. Yəni 1 saat dərsimiz oldu, 45 dəqiqə oldu. Niyə bu gecə biraz salavata toxunum ki, bu gecə cümə gecəsidir. Yəni cümə gecəsi daha çox salavatı xatırlatmağa ehtiyacımız var. İnsan daim xatırlamalıdır veya xatırlatmalıdır. Niyə görə? İnsan unutqandır. Yəni bugün nədir? Cümə gecəsi. Cümə gecəsi, cümə günü ən çox hansı zikr edərlər? Salavat zikri. La ilahe illallah. Çünki salavat zikri nədir? Həqiqətən əzəmətli bir zikirdir. Salavat zikri cənnəti qazanmaq üçün böyük bir fürsətdir. Həqiqətən də salavat zikrində o qədər gözəl faydalar var ki, insan oxuduqca deyirsən ki, dilimdən düşürməyəcəm. Allahümme salli və səlim alə nəbiyyə Muhammed sallallahu aleyhi ve sellem. Baxın, Peyğəmbərə salavat gətirməyin möcüzəvi faydaları. Uca Allahın Peyğəmbərinə salavat gətirmək əmrini yerinə yetirməkdir. Çünki Allah təala özü buyurur. İnna Allaha və mələikətəhu yusalluna alən nəbi. Allah və mələkləri Peyğəmbərə salavat edirlər. Ya eyyuhəllezine əmənu, ey iman gətirənlər, siz də salavat gətirin və salamlayın. La ilahe illallah. Allahın salavatı dərgahında xatırlaması, mələklərin salavatı dua, möminlərin salavatı dua. Sən də bunu et. Peyğəmbərə salavat gətirməyin möcüzəli faydaları, yəni uca Allahın Peyğəmbərə salavat gətirmək əmrini yerinə yetirməkdir. Bu Allahın əmridir. Bu əməldə Allahın salavatına uyğun davranmış olursan. Mələklər Peyğəmbərə salavat gətirməsinə qoşulmuş olursan. Allah onu 10 dəfə salavat edər, bir dəfə salavat gətirənə. Yəni 10 dəfə dərgahında xatırlayar. Allah onun 10 dərəcəsini 10 qat yüksəldər. Allah onun 10 savab yazar, 10 günahını silər. Və duanın qəbul olunması ümid edilər. Peyğəmbərin şəfaət nail olmağa səbəb olar. Günahların bağışlanmasına və eyiblərin örtülməsinə səbəb olar. Ona görə cümə gecəsi gələn nədir? Salavatı dilimizdən düşürməyək. Və həmçün cümə günü ta sabah günəş batmağa 1 saat, yarım saata qalmışa qədər. Ondan sonra başlayırsan duaya. Baxın, Peyğəmbərə salavat gətirməyin digər möcüzəvi faydaları. Qulun qayğı və sıxıntıların aradan qalxmasına səbəb olur. Peyğəmbərə yaxın olmağa səbəb olur. Qayğın var, sıxıntın var, gələcək qayğın və s. Sədəqə verməyin savabını əvəz edən əməllərdən sayılar. Sədəqə verə bilmirsən, salavatı artır. Ehtiyacların qarşılaşmasına səbəb olar. Qarşılanmasına. Allahın mələklərin salavatı nail olmağa səbəb olar. Qulun paklanmasına, mənəvi təmizliyə səbəb olar. Ölümdən əvvəl cənnətlə müjdələnməsinə səbəb olar. Qiyamət günün dəhşətlərindən nicat tapmağa səbəb olar. Peyğəmbərin salavat göndərənə cavab verməsi səbəb olar. Peyğəmbərimiz buyurur ki, sizin salavatlarınız, salamlarınız mənə çatdırılır, mən də sizə cavab verirəm. Unutulan şeylərin xatırlanmasına səbəb olar. Subhanallah, la ilahe illallah. Həmçinin baxın, Peyğəmbərə salavatın, salavat və salam möcüzəvi faydaları, məclisin bərəkətli olmasın. Bir yerdə oturmuşsansa, orada salavat gətir ki, məclis oturduğun yer bərəkətli olsun. Salavat gətirən yoxsulluqdan uzaqlaşmağa səbəb olar. Peyğəmbərin adı çəkiləndə ona salavat gətirən şəxs xəsislikdən uzaq qalar. Subhanallah. İnsanı cənnətə yönəldər və sabit edər. La ilahe illallah. Ona görə Sırat köprüsündən keçməyə səbəb olar rahatlıqla. La ilahe illallah. Allahın salavat gətirən bəndəsinin göy ilə və yer arasında gözəl adla yad etməsinə səbəb olar. Bunu biləndən sonra insan necə salavat dilindən düşürə bilər? Baxın, Peyğəmbərə salavat və salamı gətirməyin möcüzəvi faydaları Allahın rəhmətinin qazanmağa səbəb olar. Allahın bərəkətini əldə etməyə səbəb olar. Peyğəmbər olan məhəbbətin davam etməsinə, artmasına və güclənməsi səbəb olar.
Bu da imanın kamilliyində mühüm amillərdəndir. Peyğəmbərə salavat gətirən bəndəni sevməsinə səbəb olar. Qulun həyat tapmasına və qəlbinin dirilməsinə səbəb olar. Salavat gətirən adı Peyğəmbərə çatdırılar, onun yanında adı xatırlanar. Sırat körpüsünün ayaqlarının sabit olmasına səbəb olar. La ilahe illallah. Necə insan bunu dilindən düşürsün? Baxın, Peyğəmbərə salavat gətirməyin təsiri. Bir çox insanlar danışırlar ki, üzərlərində yığılıb qalmış borclar və çətinliklər içində olduqları zaman Peyğəmbərə çoxlu salavat və salam gətirməyə davam etmişlər. Allah da onlara gözləmədikləri yerdən ruzi qapıları açmış və borclarını ödəmələrini asanlaşdırmışdır. Subhanallah. La ilahe illallah. Nə istəyirsən? Baxın, deyir ki, bəzi xəstələr isə xəstə olub, qəlbən, ixlasla, mənasını dərk edərək Peyğəmbərə salavat gətirməyə, Allah zikr etməyə davam etdiklərini və bunun onlara mənəvi rahatlıq verdiyini, kədərlərinin yüngülləşdiyini, həmçinin Allahın izni ilə şəfa səbəblərinin asanlaşmasına və müalicələrin fayda verməsinə vəsilə olduğunu nəql etmişlər. Subhanallah. Necə insan bunu dilindən düşürər? Tək cümə gün gecəsi deyil, daim. Və cümə gecəsi, cümə günü daha çox təkid olunur. Baxın, deyək ki, bir kişi ağır bir müsibətə düşər olmuşdur. Ona Peyğəmbərə çoxlu salavat gətirmə tövsiyə olundu. Bir müddət buna davam etdikdən sonra Allah onun qəlbinə rahatlıq verdi. Qəm və sıxıntıdan aradan qaldırdı və itirdiyini əvəzində ona daha xeyirlisini nəsib elədi. O deyir ki, sanki yaşadığı çətinliklər heç olmamışdı. La ilahe illallah. Baxın, salavat bu deməkdir. Baxın, bir qadın uzun müddətli müxtəlif xəstəliklərdən və izahını tapa bilmədiyi sıxıntılardan əziyyət çəkirdi. O Peyğəmbərə çoxlu salavat və salam gətirməyə davam etdi. Bir müddət sonra Allahın izni ilə sağlamlığı yaxşılaşdı, sıxıntılar aradan qalxdı və qəlbi rahatlıq tapdı. Hamısı nə idi deyir? Səbəblərə sarıldım və salavatı dilimdən düşürmədim. Subhanallah. La ilahe illallah. Baxın, bəzi insanın nəql edir ki, ağır çətinliklərə və böyük sıxıntılara düşdükləri zaman Peyğəmbərə çoxlu salavat və salam gətirməyə davam etmişlər. Allah da onların qəlblərinə rahatlıq vermiş, qəm və kədərlərini yüngülləşdirmiş, sıxıntılarını isə öz izni ilə asanlığa çevirmişdir. La ilahe illallah. Nə istəyər insan bundan başqa? Subhanallah. La ilahe illallah. Yəni, hər bir şey, sıxıntı, qəm, kədər, yəni şəfa tapmaq. Bu barədə Instagramda paylaşmışam. Gəlin Instagrama 60-dan çox fayda paylaşmışam. Hələ davam eləyəcək. Allah nəsib eləsin, 100-ə çatdıraq. Salavat haqqında fayda. Həm videolar var, həm yazılar var. Girin, oxuyun, başqalarına paylaşın. Sən düşün ki, sən bir dənəsini paylaşsan, 10 nəfər onu salavat gətirsə, o qədər də sən savab qazanırsan. Bəlkə sən paylaşdın, ətrafındakı insanları təşviq elədin. Bəlkə sənin bir dənə yazını paylaşdın, bəlkə 10 min, 20 min, 100 min salavat elədi insanlar. Onun hamısı sənə də yazılır. La ilahe illallah. Ona görə salavatı özünüz, ailəniz, evladlarınız, hər kəsə nədir? Dostunuz, ailəniz, hər kəsə xatırlayın. Baxın, Instagramdan götürün, paylaşın. Savab qazanın. Instagramda paylaşmışam, WhatsApp kanalında paylaşmışam, Facebookda paylaşmışam, TikTokda paylaşmışam. La ilahe illallah. Hər yeri paylaşmışam. Götürün, paylaşın, savab qazanın. Çünki sən bir şey paylaşdın, bəlkə ondan milyonlarla savab qazandı. Allah da sonumuzu gözəl eləsin. Allah da bizlərə gözəl sonluq nəsib eləsin. Dərsimiz bura qədər idi. İnşallah